Bugün dövlətin media siyasəti necə olmalıdır, onun haqqında danışmaq istəyirəm və danışmazdan öncə bir xahişim var ki, kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı və rəy yazmağı unutmayın. Çünki daha çox auditoriyaya çatmaq üçün videolarımızın daha çox insanın qarşısına çıxması üçün bunları etmək bir növ vacibdir. Azərbaycan dövlətinin media siyasəti. Bugün ölkəmizdə 400-ə yaxın siyasi məhbus var və bunların önəmli bir hissəsi də media fəaliyyəti ilə məşğul olan, jurnalist fəaliyyəti ilə məşğul olan və yaxud da ki, media sektorunda fəaliyyət göstərən aktiv fəal gənclərdir. Və bu təbii ki, ölkənin media azadlığı istiqamətində azad media məsələsində nə qədər geridə qaldığını, nə qədər necə deyərlər, sinifdə qaldığının göstəricisidir. Müstəqil media, azad jurnalistika bütün dövlətlər üçün əhəmiyyətlidir. Və medianın müstəqil olması, insanların söz və ifadə azadlığının olması, insanların azad informasiyaya çıxmasının, həm də informasiya azadlığının təmin olunması dövlətin həm də təhlükəsizlik məsələsidir. Azərbaycanda bir qrup şəxslər var ki, onların nəzarətində olan media orqanları var və bu media orqanları kim bilir gələcəkdə həmin qrupların maraqlarına dair istiqamət üzrə fəaliyyət göstərməyəcəklər. Bəli, aydındır, hal-hazırda həmin o qruplar hakim partiyaya, hakim ailəyə daha yaxın, daha sadiq olan qruplardır. Amma siyasət bir vektorlu deyil, siyasət daimi eyni temp üzrə davam etmir. Sabah ölkədə vəziyyət dəyişən kimi və yaxud da ki, bir qədər artıq siyasi situasiya dəyişən kimi, həmin o qrupların da bağlantısında olan media qurumlarının tutduğu yer hal-hazırki istiqamət olaraq nə qədər dəyişəcək? Bu deməkdir ki, dövlətin media məsələsində çox ciddi boşluqları var. Media haqqında qanun ümumiyyətlə bərbad bir qanundur. Bu tamamilə ayrı bir mövzudur. Çox geniş müzakirə mövzusudur. Bu müzakirə mövzusu Azərbaycanda media haqqında qanun olsun, siyasi partiyalar haqqında qanun olsun, qeyri-hökumət təşkilatları haqqında qanun olsun. Çox bərbad qanun layihələridir, xüsusilə də bu üç qanun layihəsi. Həmçinin də bu ölkədə siyasi azadlıqların olmaması, ölkədə ifadə azadlıqlarının, hərəkət azadlıqlarının, ölkədə siyasi müxalifətin günə-günə zəiflədilməsinin nəticəsidir ki, bugünkü vətəndaş cəmiyyətinin durumu və vətəndaş cəmiyyətində fəaliyyət göstərən media orqanları artıq demək olar ki, yox səviyyəsindədir. Və siz təsəvvür edin ki, Azərbaycan insanı artıq istədiyi informasiyanı ala bilmir. Sadəcə ona verilən informasiyanı ala bilir. Bu kifayət qədər önəmli bir məsələdir. İnsanların müstəqil xəbərə çıxa bilməməsi. Bizim bölgələrimizdə yetərincə problemlərimiz var, şəhərlərimizdə yetərincə problemlərimiz var və bu problemi yandaş media çox da işıqlandırmağa cəhd göstərmir və yaxud da ki, onlara tanınan o cızığa qədər xidmət edə bilir vətəndaşlara. Bunları göstərənlər, bunu işıqlandıranlar, vətəndaşın problemlərini səsləndirənlər daha çox müstəqil media orqanları idi ki, dövlət də artıq demək olar ki, Azərbaycanda hal-hazırda müstəqil media orqanı fəaliyyət göstərmir. Yəni bu ən azından mənim bir iddiamdır ki, Azərbaycanda hal-hazırda müstəqil media orqanı demək olar ki, yox səviyyəsindədir. Və bunun ən böyük ziyanı kimə deyil? Təbii ki, vətəndaşlara. Amma uzun perspektivdə, uzaq gələcəkdə bu dövlətin də çox böyük əngəllərlə üzləşəcəyinin artıq göstəricisidir. Çünki bayaq qeyd etdiyim kimi bəlli bir qruplar var, bəlli bir qrupların asıllığında olan media orqanları var və bu media orqanları kim bilir ki 5 il sonra, 7 il sonra və yaxud da 10 il sonra özlərini necə aparacaqlar, dırnaq içərisində özlərini necə aparacaqlar. Çünki adları üstündə bu media orqanları müstəqil deyil. Bir qrupda maliyyələşir, bəlli bir qrupda maliyyələşir və onların sabah tutacağı, yürüdəcəyi siyasət bəlli deyil. Amma jurnalistika belə olmamalıdır. Jurnalistika azad olmalıdır, jurnalistika müstəqil olmalıdır. Təbii ki, ölkəmizdə yerli TV-lərin müstəqil olması üçün fərqi yoxdur. Bu saytlardır, yoxsa TV-lərdir, yoxsa YouTube kanallarıdır. Onların müstəqil olması üçün onların da Azərbaycanda fəaliyyət göstərən, qanuni əsaslarla fəaliyyət göstərən təşkilatlardan və yaxud da ki,
biznesmenlərdən reklam ödənişləri qəbul edilmək olmalıdır ki, onlar bunun əsasında fəaliyyət göstərsinlər. Çünki jurnalistikada bildiyimiz böyük bir pullar yoxdur. Yəni təmiz və dürüst jurnalistikada mən söhbət edirəm. Amma bunları həyata keçirmək üçün də ölkədə ədalət sistemi olmalıdır. Axı hansı biznesmen bugün durub X bir YouTube kanalına, o əgər azad jurnalistika ilə məşğul olursa, nisbətən yəni müxalif yönümlüdürsə, ona reklam müqaviləsi imzalaya bilər. Təbii ki, artıq həmin o iş adamının sabah öz biznesi sual altına düşəcək və ölkədə azad məhkəmə sistemi də yoxdur ki, həmin iş adamlarını biz məhkəmə yolu ilə qoruya bilək. Nə olsun onlar bugün müstəqil hesab olunan və yaxud da ki, müxalif yönümlü hesab olunan TV-lərə, qəzetlərə və yaxud da ki, saytlara biznes fəaliyyəti göstərirlər, sponsorluq edirlər. Bu problemləri aradan qaldırmaq lazımdır. Əgər ölkədə azad reklam rəqabəti yoxdursa, ümumiyyətlə iqtisadi rəqabət yoxdursa, iş adamlarının təbii ki, TV-lərə maliyyə ayırması, media orqanlarına maliyyə ayırmasında da onlar maraqlı deyillər. Çünki onlar bu istiqamətin təhlükələrini görürlər və bu istiqamətin yetərincə gəlirli olmadığının və daha çox da hətta riskli olduğunu fərqindədirlər. Və belə olduğu təqdirdə də sponsorsuz qalan, ödənişsiz qalan media orqanları ya bəlli bir qruplara xidmət edir və yaxud da bugün Azərbaycan hökumətinin 2014-cü ildə qəbul etdiyi qeyri-hökumət təşkilatları haqqında qanunda göstərilən kimi artıq qeyri-qanuni yollarla, qrantlaşmalarla fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Mən təkrar edirəm. Təbii ki, bu onlar üçün bir növ seçimdən daha ötə bir məcburiyyətdir. Fəaliyyət göstərmək üçün maliyyəyə ehtiyac var və bu maliyyəni qanuni yollarla əldə etmək mümkün deyil. Azərbaycan daxilində buna sponsorluq edən, reklam fəaliyyəti göstərmək istəyən, buna təşəbbüs edən kəsim yoxdur, iş adamları yoxdur. Və onlar da artıq qeyri-legal yollarla, Azərbaycan hökuməti onları məcbur etdiyi üçün qeyri-legal yollarla fəaliyyət göstərməyə başlayırlar ki, bunun da sonu artıq cinayət işlərinə, həbslərə gətirib çıxarır. Və bu heç də arzu olunan deyil. Nə qədər insan, nə qədər gənc sırf jurnalistika fəaliyyəti ilə məşğul olduğu üçün bir qədər də şərlənərək saxta maddələrlə bugün həbs olunublar və düzdür onlara hələ hökm oxunmuyor. Biz onları həbsxanada olduğu kimi adlandıra bilmirik, amma ən azından artıq bir ildən çox olan var, bir neçə ay olan var, artıq hətta bir neçə il olan var ki, jurnalist fəaliyyətinə görə həbsdədir və dövlətin bu siyasətini mən çox sərt formada qınayıram. Xüsusilə də gənclər, bugün onların həyatlarından alıb həbsxanada saxlatmaq, onları dörd divar arasında saxlamaq, onların azadlıqlarını əlindən almaq, onların bu yaşlarında xüsusilə də insan həyatı üçün ən vacib yaş dövrüdür 20-35 yaş arası, 20-40 yaş arası yaş dövrü. Və həmin dövründən insanların həmin o yaşlarından uğurlanır, günlərindən uğurlanır. Və mən ümid edirəm ki, Azərbaycan dövlətinin media siyasəti yaxın illərdə, bəlkə də yaxın aylarda təki belə olsun, dəyişəcək və Azərbaycanda jurnalistika fəaliyyəti heç bir maneələrlə üzləşməyəcək.